Sizcə ilk padşah elan olunan Səfəvi mürşidi kim olmuşdu? Adətən şah elan olunmaq deyəndə bizim yadımıza 1501-ci ildə Təbrizdə Şah 1-ci İsmayılın şah elan edilməsi gəlir. Lakin ilk padşah elan olunan Səfəvi mürşidi Şah İsmayıl deyildi. Onun böyük qardaşı Sultan Əli idi. Sultan Yaqubun dövründə Sultan Əli və onun ailəsi Səfəvilərin o artan gücündən qorxduğuna görə Sultan Yaqub İstəxr qalasında həbsdə idi. Lakin Sultan Yaqubun 1490-cı ildəki ölümündən sonraki 30 yaşında ölmüşdü. Onun oğlanları arasında mübarizə başladı və əsas mübarizə obyektləri Baysunqurla Rüstəm Mirzə idi. Uzun mübarizədən sonra Rüstəm Mirzə Baysunquru məğlub edir və o qaynatası Fərrux Yasarın yanına qaçır və ondan kömək alır və xeyli də güclənir. Belə bir vəziyyətdə Rüstəm Mirzənin özünün də böyük bir köməyə ehtiyacı var idi və 1492-ci ildə bəzi məlumatlara görə 1493-cü ildə Sultan Əlini həbsdən, İstəxr qalasından azad etmək qərarına gəlir və onu təntənə ilə Təbrizdə qarşılayır. Tarixi Aləmarayı İsmailin yazdığına görə onu təntənə ilə qarşılayan Rüstəm Mirzə ona tac, cıqqa, at, xəncər və eyni zamanda daşqaşla bəzədilmiş qılınc hədiyyə edir. Onu rəsmi olaraq padşah adlandırır. Bəzi məlumatlara İskəndər bəy Münşinin yazdığına görə isə onu özünün varisi elan etmiş olur. Beləliklə ilk padşah adlandırılan Səfəvi şeyxi məhz Sultan Əli idi.